Naxçıvan Dövlət Universitetində Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, prezident təqaüdçüsü tanınmış şairə Mahirə Hüseynovanın 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdən öncə Şərur Xalq Yallı ansamblının ifasında yallı xalq rəqsləri təqdim olunub. Tanınmış dilçi professorun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, ziyalılar, yazıçılar birliyinin əməkdaşları, universitetin professor müəllim heyəti, tələbələr və yubilyarın ailə üzvləri iştirak ediblər. Tarix Filologiya Fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun moderatorluğunda keçirilən tədbirdə professor Mahirə Hüseynovanın həyatı, elmi və bədii yaradıcılığına dair məlumatlar diqqətə çatdırılıb. Mahirə nağılıcı Doğma Universitetimizin qədim Oğuz yurdu olan Naxçıvanımızın qonağıdır. Tədbirin rəsmi hissəsində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dəyərli elm xadimi Mahirə Hüseynovanı zəngin elmi irsi, səmərəli pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə seçilən alim olaraq səciyyələndirib. Qeyd edilib ki, o, uzun illər ərzində Azərbaycan dilçiliyinin inkişafında xidmətləri olan dəyərli pedaqoq, tanınmış ictimai xadim və məhsuldar şairədir. Rektor Naxçıvan Dövlət Universitetinin fəxri professoru Mahirə Hüseynovaya ali təhsil ocağına verdiyi töhfələrə görə öz dərin təşəkkürlərini bildirib, həmçinin dəyərli alimin Naxçıvan Dövlət Universitetində keçirilən tədbirlərdə iştirakını əks etdirən çox uzun məlumatların yer aldığı xatirə kitabı və rəsm əsərini hədiyyə edib. Sonra yubilyarın elmi və pedaqoji fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, filologiya üzrə elmlər doktoru professor Sədaqət Həsanova, filologiya üzrə fəlsəfə doktoru dosent Aypara Behbudova bir çox elmi əsərlərin və bədii kitabların müəllifi olan Mahirə xanımın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, şeirlərindən parçalar səsləndiriblər. Mahirə xanımın da o şeirlərinin birində deyilir ki, nə toy boy vermir, nə yası olmur. Hər cəfə çəkənin səfası olmur. Mahirə, dünyanın ağası olmur. Gələn də, gedən də qulu dünyanın. Öz əlimlə mühür vurdum, ağladım. Sevgi adlı məbədimi bağladım. Ürəyimdə matəmini saxladım. Ömrü verdim, əsən yerə, yaşadım. Təpə gördüm, deyir dağdan ucayam. Görməyən bulud üzündə, dürrə dönəm hər sözündə, sevincdən dolan gözündə, yaş olan qurbanın olub. Dünya olsun qəmdən uzaq, pardaqlanaq yarpaq-yarpaq, ayağın altında torpaq, kəş olan qurbanın olub. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyə Həmzəyevanın təbrik çıxışları dinlənilib. Natiqlər yubilyara təbriklərini çatdırıb, hədiyyələr təqdim ediblər. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası adından professor Mahirə Hüseynovanın çoxşaxəli elmi fəaliyyəti yüksək dəyərləndirilərək fəxri fərmanlar təqdim olunub. Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı, Qızıl Qələm və İlin alimi media mükafatları laureatı kimi bir çox diplom və təltiflərə layiq görülən dilçi professor Mahirə Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib. Tədbir universitetin tələbələrinin və Turan ansamblının təqdimatında bədii proqramla davam edib. Bu vətən deyilən, torpaq deyil ki, ananın dizi yanı vətəndir, başını qoyma, bir silə varsa. Sonda Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədovanın tədbirdə iştirakı "Mən bu ömrü elə-belə yaşadım" və Azərbaycan mahnılarını ifa etməsi isə bütün tədbir iştirakçılarında xoş təəssürat yaradı. Bugün Naxçıvan Dövlət Universitetində hörmətli rektorumuz Elbrus müəllimin təşkilatçılığı ilə bir Azərbaycan ziyalısına verilən qiymətin şahidi olduq. Naxçıvan Dövlət Universitetinin fəxri professoru olmaqla qürur duyuram. 65 yaşı, orta yaş hesab edirəm. Mənə elə gəlir ki, bundan sonraki işlər daha məsuliyyətlidir.
insana verilən dəyər onda məsuliyyəti artırmalıdır. Yəni mənə elə gəlir ki, mənim gənc nəslə, tələbələrimizə, gənclərimizə deyəcək sözlərim hələ çoxdur. Düzdür, mən ardıcıl olaraq da olmasa belə ara-sıra Naxçıvan Dövlət Universitetində mühazirələr, seminarlar aparıram, görüşlər keçirirəm. Amma bütün bunlardan əgər o tələbələrin ürəyində, beynində kiçik bir iz qoya bilirəmsə özümü xoşbəxt sayıram. Əminəm ki, bugünkü təntənəli yubiley mərasimindən sonra mənim məsuliyyətim bir qədər də artdı. Naxçıvan Dövlət Universitetinin auditoriyaların tribunalarında deyəcəklərim o məsuliyyətimi bir qədər də artırır. Hər kəsə təşəkkür edirəm. Hörmətli Elbrus müəllimə bir Azərbaycan ziyalısı olaraq təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Bugün Naxçıvan Dövlət Universiteti növbəti möhtəşəm bir yubiley tədbirinə ev sahibliyi elədi və çox qürurluyuq ki, bugün bizim yubileyarımız eyni zamanda Naxçıvan Dövlət Universitetinin fəxri professorudur. Filologiya elmləri doktoru professor, dünyanın bir sıra elm təhsil təşkilatlarının fəxri üzvü olan və ictimai elmi fəaliyyəti ilə ölkəmizdə nümunəvi ziyalı kimi seçilən Mahirə xanım Hüseynovanın anadan olmasının 65 illiyinə həsr olunmuş bugün bir yubiley tədbirində Naxçıvan Muxtar Respublikasının ictimaiyyətinin nümayəndələri, ziyalılar, tələbələr, professor müəllim heyətinin iştirakı ilə, eyni zamanda Universitet Konservatoriyasının müxtəlif musiqi qruplarının iştirakı ilə və Azərbaycan Respublikasının xalq artisti Gülənaq Məmmədovanın iştirakı ilə möhtəşəm bir tədbir keçirildi. Əlbəttə ki, bu yubiley tədbiri həm də hesabat tədbiridir və Mahirə xanım haqqındakı dəyərli məruzələrdən bir daha göründü ki, Mahirə xanım həm elmi fəaliyyəti ilə, həm pedaqoji fəaliyyəti ilə, həm ictimai fəaliyyəti ilə hər zaman nümunəvi bir ziyalı kimi seçilibdir. Və bugün həm Azərbaycan Dövlət Pedaqoji Universitetindəki təşkilatçılıq fəaliyyəti, həm ümumilikdə Qərbi Azərbaycan icmasındakı bugün cənab prezidentin çağırışlarına uyğun apardığı tədqiqatlar, təqdimat elədiyi kitablar və Naxçıvan Dövlət Universitetinin üçün vaxtaşırı verdiyi master dərslər, bir daha Mahirə xanımın mükəmməl bir portretini göz önümüzdə canlandırır. O baxımdan ki, Mahirə xanım fədakar bir ziyalıdır. Öz əməyini, öz ziyasını xalqı üçün, öz tələbələri üçün, öz müəllimləri üçün, ictimaiyyət üçün əsirgəməyən, əksinə bunu daha geniş, daha böyük zövqlə təqdim eləməyə bacaran bizim çox görkəmli ziyalımızdır və Naxçıvan Dövlət Universitetinin fəxri professorudur və biz çox şadıq ki, bugün biz məruzələrdə onun keçdiyi yaradıcılıq yoluna, həyat yoluna nəzər saldıq. Onun yazdığı şeirlərin bədii qiraətini tələbələrimizin ifasında, məruzəçilərin ifasında dinlədik. Eyni zamanda universitetimizin dəyərli alimlərinin məruzələrində bir daha onu biz dərindən tanıdıq və şahid olduq. Bir daha biz yubileyarı təbrik edirik. Ona daha böyük can sağlığı, böyük yubileylər, yaradıcılıq uğurlar arzulayırıq. Bugün çox şadam, çox məmnunam, çox xoşbəxtəm ki, Naxçıvanımızda, bizə əziz, doğma, şirin Naxçıvanımızda məhz elə Naxçıvanda doğulub boya başa çatmış, öz yaradıcılığı ilə, öz qələmi ilə, öz şeirləri ilə qəlbimizə bir sevgi həkk eləmiş Mahirə Nağa qızının yubiley mərasimindəyik. Nə gözəl ki, mənə də qismət oldu bu günləri Mahirə xanımı təbrikə gəldim və biz sürpriz olaraq gəldik. Bugünkü gəlişimdə təbii ki, heç kimin xəbəri yox idi. Mənim bir əzizim Mahirə xanım haqqında film çəkən Elnur müəllimin sayəsində, rejissorumuz Elnur müəllim sayəsində bu posterlərdən xəbər tutmuş oldum və həmən Elbrus müəllimlə birləşib bu sürprizi ortaya gətirdik. Nə xoş mənə ki, bugün əgər Mahirə xanımın könlünü az da olsa xoşbəxt eləyə bildimsə, sevindirə bildimsə, mən də özümü çox xoşbəxt hiss eləyərəm. Bizi Mahirə xanımla onun yazdığı şeirlər birləşdirib. Mən bu ömrü elə belə yaşadım, mahnısı ilə birləşmişik, bir-birimizi sevmişik, ailəyə belə yaxın olmuşam. Mən bilmirdim bu gözəl sözləri yazan müəllif məhz Mahirə xanım Nağı qızıdır.
bilirsiniz, söz bizi cəlb eləyir. Söz bizi özünə heyran eləyəndə sözün qüdrəti, qüvvəti çox böyükdür və ona görə də musiqinin notları hamısı gözəldir. Amma orada sözün hökmü olmasa, sözün qəlbə toxunuşu olmasa, onu ifa edərkən bəlkə də bu qədər qəlbləri oxşaya bilməzdik. Və bu Mahirə xanımın qəlbindən, ruhundan gəlib, süzülüb gələn sözlərdir, onun qələmindən gələn. Və mən də xoşbəxtəm ki, o sözlərə müraciət eləyərək Ruslan Səfəroğlu dəstəsi ilə mən Mahirə xanıma beləcə bacı qazandım, dost qazandım, yol açmış oldum onun bu yaradıcılığına. Mən onu təbrik eləyirəm, yenə də can sağlığı arzulayıram, qələmi hər zaman tarı möhkəm olsun, 65 yaşınız mübarək olsun. Kifayət Mahmudova, Fəxriyə Səyyadova, Əkbər Vəliyev, NDO xəbər.